Konstitusiya mənim azad fırçamdır. Suverenlik əsərlərimin ilhamıdır. Mən eşitmirəm, amma vətənimin səsini hiss edirəm. Konstitusiya hər kəsi qoruyur. Mən onu səssizcə anlayıram, amma güclü şəkildə hiss edirəm. Mən Konstitusiyada yazan bütün hüquqların mənə aid olduğunu bilirəm. Təhsil almaq, işləmək, azad yaşamaq mənim də hüququmdur. Konstitusiya bizim cəmiyyət üçün qayda deyil, bərabərlik, ədalət və inam simvoludur. O, səssizliyimizə də səs verir. Konstitusiya mənim də haqqımı qoruyur. Mənim vətənim güclü və azaddır. Əlilliyi olan şəxslər də cəmiyyətin bir parçasıdır. İnklüziv cəmiyyət güclü dövlətdir. Konstitusiya bizim yolumuzdur. O, səssizliyimizi də anlayır. Bizim səsimiz hüququmuzdur. Azadlıq səs deyil, hissdir. Mən azad bir Azərbaycan gənciyəm. Eşitmirik, amma anlayırıq. Danışmırıq, amma hiss eləyirik. Biz də bu dövlətin vətəndaşlarıyıq.